bu yerdə icazənizlə keçək. Sırf Ənvər Paşa ilə Rəsulzadə arasındakı məktublaşmalara mən bilirəm ki, onların bir neçəsini nəzərdən keçirmisiniz. Bax bu yerdə mən istəyirəm deyəsiniz. Ənvər Paşa məsələn bir yerdə səhv eləmirəm Bakının işğaldan azad olunması münasibəti ilə Rəsulzadəyə göndərdiyi məktubda ona müjdəli xəbər verir, deyir gözlərindən öpərim. Belə bir Bəli, Əmin bəy Bakı alındı. Rəsulzadə özü Stalin ixtira xatirəsində məsələn o dövr yada salıbdı. Deyir ki, biz onunla bir neçə dəfə görüşdük. Mən onunla görüşəndə o Osmanlı ordusunun ən başında olan bir adam idi. İstanbulda görüşmüşdüm, amma indi isə qırmızı Moskvada görüşürəm. Ona gələcəyik. Çox mən bilirsiniz nə bilmək istirdim. Ənvər Paşa Məmmədəmin Rəsulzadəyə bir Azərbaycanlı maarifçi, bir Azərbaycanlı ziyalı, bir publisist, bir siyasətçi, yoxsa bir prezident və yaxud da bir dövlət başçısı və yaxud bir hökumət başçısı və yaxud bir partiya lideri kimi baxır? Azərbaycan təmsilçisi kimi baxırdı. Çünki Rəsulzadə İstanbula Azərbaycan təmsilçisi getmişdi. Heyət Mürəxxəsənin rəhbəri kimi getmişdi və ona həmin münasibət göstərirdi. Təbii ki, bizdə indi prezident funksiyası yox idi. Milli Şuranın sədri kimi var idi. Əslində, yəni o hökuməti quran Milli Şura onun üstü olduğuna görə Rəsulzadəyə həmişə Cümhuriyyətin qurucusu deyirlər və bu haqlıdır mənə görə. Çünki bəzən bilirsiniz, yəni bunu çox müzakirə olunur deyə qısa bir haşiyə çıxmaq istəyirəm. Fətəli xan Xoyski bizim ilk baş nazirimizdir. Bəli. Yəni baş nazir funksiyası dövləti qurduqdan hökumət formalaşır, ondan sonraki bir vəzifədir. Bir də var dövləti qurucu heyət. Adətən dövlətləri qurucu heyətdə o Milli Şura. Adətən dövlətləri Milli Şura yaradır. Məsələn biz baxsaq ki, o dövrdə Cənubi Qərbi Qafqaz hökuməti, Qasi Milli Şurası filan və o Milli Şuranda sədri Rəsulzadə, yəni o Milli Şura dövləti quran bir təsisat idi. Çox üstün bir şey idi. Və Milli Şuranın sədri də eyni zamanda bugünkü dövrlə müqayisə eləsək prezident səlahiyyətləri bəli. Ona görə Rəsulzadənin Avropadakı vizit qalanında onun ingiliscə, Fransa tərcüməsində irəli gedirdi. Yəni prezident. Necə yazılmışdı? Mən onu sizə göstərirəm. Poçtdakı vizit qalanında prezident kimi yazılır. Bəli.